Gəncədə bir ailənin 6 üzvü qidadan zəhərlənib. Onlar Gəncə şəhər Abbas Səhət adına birləşmiş xəstəxanaya yerləşdiriliblər. Belə ki, onlar 70 yaşlı Muğamat İslamova, 17 yaşlı Təranə Cəfərova, 22 yaşlı Nüvər Qədimova, 49 yaşlı Sevinç İslamova, 27 yaşlı Firuzə Abbasova və 29 yaşlı Rüyal Qədimovdur. Adı çəkilən şəxslərə ilkin tibbi yardım göstərilib. Onlar ambulator müayinə üçün evə buraxılıb. Aprel ayının 11-i 2025-ci il saat 3-4 iradələrində 6 nəfər xəstəni qəbul edib Gəncə şəhər birləşmiş xəstəxananın nəzdində olan Abbas Səhət adına yoluxucu şöbəsinə 6 nəfər daxil olub. Daxil olarkən onların vəziyyətini qiymətləndirib, dəqiqləşdirilməmiş gastroenterokolit diaqnozu qoyuldu. Şikayətləri o idi ki, onlar tortdan şikayətləndilər ki, yəni o qidanı qəbul edərkən bunların halı pisləşdi. Tortun dediklərinə görə yuxaları dükandan alınmışdı, amma krem özləri öz evlərində hazırlanmışdılar. Xəstələrin vəziyyəti, üçünün vəziyyəti orta ağır idi, digərlərin vəziyyəti yüngül idi. Zəruri tibbi yardım göstərildi və sonraki ambulator müalicə evdə davam ediləcək. İlkin məlumata görə onlar tortdan zəhərlənib. İlham Məmmədov, Murad Adiloğlu, Səs TV, Gəncə.